Salam, hər vaxtınız xeyir olsun. Əziz və dəyərli izləyicilərimiz, dəyərli müştərilərimiz, bizi vətənimizdən və vətənimizdən kənarda izləyən dostlarımız. Biz bu şəhərciyin qısa olaraq həm maket üzərindən şortunu paylaşmışdıq, həm də dünən, bir-iki gün bundan qabaq, dünən, deyəsən bilmirəm, Elvin bilir də, şort paylaşmışdı. Mən danışıb qısa olaraq demişdim ki, burada çəkilişimiz olacaq. Ətraflı olaraq sizlərə göstərəcəm. Maket üzərindən paylaşımınızdan sonra bizə bir-iki zənglər gəldi. Bu şəhərci haqqında bizdən məlumatlar soruşurdular. Mən rəhbərliklə danışdım və icazə aldım. Bu şəhərcidən qısa da olsa, düzdür, ola bilər çəkilişimiz uzun olsun, amma qısa olaraq məlumatlar verəcəm sizə. Lazım olan məlumatları sizə verəcəm. Gedək birbaşa Elvin. Hələ bu bütöv olaraq şəhərciyin xəritəsi var, yerləşmə planı var, villalar necə yerləşir, orada tam olaraq məlumat verim. Ora gedənə qədər məlumat verim. Bu şəhərcik, sitə, belə deyim, villalar şəhərciyi yerləşir Mərdəkan körpüsündən Buzovna, Bilgəhə gedən yolun yaxınlığında. Ümumi olaraq çox geniş, böyük bir əraziyə malikdir. Bax, burada göstərirəm, hamısını göstərir. Elmi göstərə bilirsən, bütöv olaraq, ümumi olaraq, baxın, giriş hissə buradır. Villalar, şəhərciyə giriş hissə buradır. Burada, belə deyim də, MBM var. Yəni ki, nəzarət buraxılış məntəqəsi var. Hansı ki, burada həm şlaqbam, həm də gözətçi oturur. Bu şəhərciyin bir giriş-çıxış hissəsi var. Baxın, buradır. Buradan içəri keçəndən sonra düz axıra qədər 28 ədəd 10 sotdan başlayaraq artmaq şərti ilə, yəni burada belə deyim, minimum 10 sot, 11, 12 və 14 sotların içərisində villalar tikilib. Onlar yerləşmə yerinə görə torpağa uyğun olaraq torpaq sahələri dəyişir, sotlar dəyişir. Bir də onu deyim sizə, evlər zirzəmi, birinci mərtəbə və ikinci mərtəbə. Ümumi sahə 590 kvadratdan başlayır. 590 kvadratdan yuxarı ola bilər, amma 590 kvadratdan demək olar ki, aşağı yoxdur. Yoxdur. İndi sizə məlumat verim yer haqqında. Baxın, bura ümumi giriş hissədən girdik. Burada restoran var. Göstərsən restoranı, bax. Bu restorandır. Hal-hazırda təmir olunur, tikilib hazırdır, təmir olunur. Nə restoranı olacaq onu da bilirəm, adını da bilirəm. Sadəcə demirəm, Allahın köməyi ilə 2 aya təhvil veriləcək. Həm çöldən, həm də burada yaşayan sakinlər bu restorandan istifadə edə biləcəklər. Restoranı göstərdim, buradadır. Bu restoran. Bundan sonra 28 villadan 3 villa satılıb, hal-hazırda həmən 3 villada yaşayış var. Bu 3 villadan biri, bu birinci villadır, hansı ki bunda yaşayış var hal-hazırda. Ondan sonra 5-ci villadır, burada yaşayış var. 5 budur. Budursa, budur. 5'də yaşayış var. Bir də 18 nömrəli villada hal-hazırda yaşayış var. Əlavə olaraq 4-cü villa, bu villa tam hazır vəziyyətdə, necə deyirəm, elektronikalarına qədər təmir olunub, yığılıb əşyalı olaraq hal-hazırda sahibini gözləyir. Ondan əlavə olaraq 3-cü, 2-ci, 19 və məncə bilmirəm, bunlar nağdıdır. 3, 2, 3, 19, 20 də, dəqiq bilmirəm, 20 də məncə yarı təmirlidir. Demək olar ki, təmir olunub, bütün xəttlər çəkilib, hamısı hazırdır, saxlanılıb. Bu villalar hamısı belə satılır. Necə? Təmirsiz satılır. Həyət, baca, hamısı hazırdır, hamısının hovuzu, ayrıca ərazisi, sonra içərisi isə təmirsizdir. Fasad falan, həyət hamısı əl gəzdirilib, yeni sahibinə təhvil veriləcək. Qiymət haqqında məlumat verim. Start qiymət 1 milyon 50 min manatdan başlayır. Endirim olunacaq əlbəttə ki. Bir məlumatda deyim sizə qiymət haqqında. Burada ilkin ödəniş 30% və 2 illik 24 aylıq daxili kredit də mövcuddur. Dəyərli izləyicilərimiz, 5 bu villadır. Biz isə indi gedirik 6-cı villaya. Sizi həyətlə villanın, bütün villalar hamısı eynidir. Yəni hamısını çəkməyəcəm. Bir villanı çəkib sizə məlumat verəcəm. Ərazisini gəzmişəm, yerləşmə yerini görürəm, yəni görmüşəm, buradayam.
Çox qəşəngdir, çox superdir, sakit bir ərazisi var. Hamısının ayrı-ayrı özünün hovuzu, həyəti, bacası, 2 mərtəbə, monolit betonla, kolonlarla inşa olunub. Çox keyfiyyətli. Hə, onu da deyim, ayrıca olaraq torpağın da evində kubcası var. Sonra burada hər villanın özünün aylıq ödənişi olacaq, kommunal ödənişi deyim. O məbləği hələ ki mən bilirəm əslində, amma dəqiq bilmirik deyənə baş idarədən mənə dedilər ki, o gələcək üçündür. Onu məlumat verəcək. O kommunala nə daxildir? Bu küçənin, sonra bütün villaların həyətinin su varması, təmizliyi, hovuzun təmizlənməsi, gözətçi sistemi hamısı o aylıq kommunal puluna aiddir. Keçək. Buyurun. Əlavə olaraq nə məlumat lazım olsa mənə zəng eləyin. Mən sizə məlumat verəcəm. İnşallah. Gedək. Gedək bunu göstərək. Düz demişəm. 6-cı villadır. Bu da var. Bunu da hələ belə bir həyətin göstər. Amma demək olar ki, baxın, hazır maşallah. Çox qəşəng. Hasarlar arasında ağaclar əkilib. Bura hazırdır. Orada da əkilib inşallah. Yaşıllığı falan hamısı var. O da deyim ki, bir məsələni də deyim. Həyətin içərisində hasardan içəri nə dəyişiklik istəyirsiniz, özünüz edə bilərsiniz. İcazə verilir. Amma fasad rəngi falan, görüntü dəyişməyəcək. Amma içəridə nə hissəsi tikmək, sonra əlavə olaraq nəsə tikintidə özü üçün məsləhət bilirsə, onu edə bilərsiniz. Keçək. Gəl. Elvin. Ümumi mərkəzləşdirilmiş kanalizasiya sistemi burada ümumidir, mərkəzidir. Bu da bizim 6-cı villamızdır. Hansı ki satılmayıb, öz sahibini gözləyir. Həyət tam hazırdır. Darvazanı dəyişə bilərsiniz. Dizayna uyğun olaraq, problem deyil. Burada maşallah 4-5 maşın dayanmağa yeri var. Oradan aşağı düşməyə, aşağı yarı zirzəmi pəncərəsi var. Göstərəcəm sizlərə. Bunun hal-hazırda hasarı falan, bütün yaşıllığı hazırdır. Sonra keçək evin ön hissəsinə. 1-ci mərtəbədir. Bura mətbəxdir. Mətbəx düz bura qədər. 1-ci mərtəbədə mətbəx, qonaq otağı, sanitar qovşağı və bir yataq otağı yerləşir. Keçirik evin ön hissəsinə. Bu hissə isə bütöv olaraq qonaq otağıdır. Bu, yox, ora qonaq otağıdır. Bunun qarşısı isə verandadır. Qonaq otağının qarşısı isə verandadır. Verandanı da gələcəkdə yenə deyirəm, soruşmuşam, kimsə hissəsi cam balkondan bağlaya bilər. Hovuz, hamısı hazırdır. Motorxana, su anbarına qədər hamısı hazır vəziyyətdə gözləyir. Həyət, baca, evin fasadı bir daha söyləyirəm. Ev sahibinə tam restavrasiya olunub veriləcək, amma evlər hamısı təmirsizdir. Yəni yarı təmirlidir, görəcəksiniz. Bura isə, baxın, planda bura belə, bu hissə söhbətgah kimi nəzərdə tutulub, söhbətgahın yeridir. Döşəməsi, issiz döşəmədir, xəttlər çəkilib hamısı burada. Sonra orada kanalizasiya xətti, su xəttləri hamısı çəkilib, hazırdır. Hovuzun motorxanası falan. Burada qaz, su, işıq, internet, telefon xətti hamısı ayrıca özünüzə aid olan sayğaclarla olacaq. Bu hissədən, çöldən evin zirzəmisinə giriş var. Evin içərisindən də keçid var. İndi isə keçək evin içərisinə. Evin içərisin planın, evin necə bölünürsə, plan necə olubsa evin daxilində onu da sizlərə təqdim edim. Evin ümumi giriş hissəsi geniş, böyük bir dəhliz. Burada gördüyümüz kimi işlər görülüb, havalandırma, sonra elektrik xəttləri, su xəttləri hamısı çəkilib hazırdır bu villada. Döşəmə bütöv olaraq isti döşəmədir. Xəttlər də görünür burada hazırdır. Evin içərisinə daxil olan kimi sol tərəf mətbəxdir, mətbəx otağı. Bura belə deyim də qara mətbəx deyirlər. Bu villalarda belə gedir. Ondan əlavə olaraq isə keçirsən sol tərəfdə mətbəxin ümumi özü yerləşir. Hansı ki oradan bişirib düşürüb burada mətbəx kimi istifadə etmək olar. Hansı ki yeyib içib oturub dincəlmək üçün. Ondan əlavə olaraq bu tərəfə keçirik. Zal, qonaq otağı belə bir bölgü ilə olunub bura. Bir daha söyləyirəm, bütün elektrik xəttləri, su xəttləri, istilik sistemi hamısı çəkilib, havalandırma falan hamısı qoyulub.
Evin qiyməti, bir daha söyləyirəm, start qiymət 1 milyon 50 min, 1 milyon manat arasında dəyişir. Yaxşı, bizim üçün, bizə müraciət edən müştərilər üçün yaxşı endirim olunacaq. Birinci mərtəbədə ümumi sanitar qovşağı və bir yataq otağı. Kim istəsə özü üçün iş otağı kimi də edə bilər. Yarı zirzəmindəki bütöv olaraq bunun altı kimi tosunu belə, hündürlüyü isə 2 metr 20 santıdır. Orada da nə istəyirsiniz eləyə bilərsiniz. Çamaşırxana, oyun zalı, dincəlmək üçün, sauna falan hər bir şey eləmək olar. Onu da göstər, yarı zirzəmiyə düşmək üçün pilləkənlər. İndi isə qalxırıq biz ikinci mərtəbəyə. İkinci mərtəbədə 3 dənə yataq otağı yerləşir. Hər bir yataq otağının özünün sanitar qovşağı var. Pilləkənlə qalxan kimi sol tərəfdə birinci yataq otağı, özünün sanitar qovşağı və eyvanı var. Qardirob üçün yerdir də, dolab yoxmaq üçün qardirob üçün. Sonra yenə yataq otağı, həm qardirob otağı, həm sanitar qovşağı və yenə özünün geniş, böyük bir eyvanı düz buradan o birisi yataq otağına qədər davam eləyir. Ən böyük master deyirlər də buna, valideyn yataq otağı. Çox böyük və genişdir. Bunu kimsə istəsə bölə də bilər. Bölüb yəni 2 yataq otağı burada eləmək olar. Bu valideyn yataq otağı kimi nəzərdə tutulur. Bütöv olaraq. Bütöv olaraq baxın, yataq otağıdır. Həm eyvanı orada, həm burada eyvanı. Sonra keçirik bu tərəfə. Burada eyvanı, özünün sanitar qovşağı, geniş böyük bir sanitar qovşağı və qardirob kimi də içərisində necə istəyir edə bilər. İndi isə keçək biz təmirli evdən də bir şeylər göstərək. Getdik. Mən hal-hazırda tam təmirli olan villanın həyətindəyəm. Villanın həyətində gördüyünüz kimi arxa hissəmdə hovuz tam hazır vəziyyətdə. Onun da o tərəfində söhbətgah, manqal falan yerləşir. Qısa olaraq göstərəcəm. Sol tərəfdə ümumi giriş hissədir. Orada 2 maşınlıq qarajdır. Bax, burada 2 maşınlıq qarajdır. Ev, bir daha söyləyəm, tam təmirlidir. Bütün əşyalarıyla birlikdədir. İndi gedib sizlərə oradan da nəsə göstərəcəm qısa olaraq. İkinci mərtəbəyə falan çıxmayacağım. Çünki çox uzun olmasın deyənə. Buradakı evin qarşısında olan verandadır. Görün nə qəşəkdir maşallah, çılçıraqlar falan. Hamısı dizayna uyğun olaraq. Bax, stol belə dəmirdən və üstü deyəsən onun daşdandır. Çox qəşəng, gözəl bir təmirə malikdir. Bunu şirkət şəxsən özü eləyib. Zirzəmiyə düşmək üçün pilləkənlər falan hamısı qoyulub. Bu evin sol tərəfi fasad işlərində Naxçıvan daşlarından istifadə olunub. O pilləkən qəfəsidir. Yaşıllığı və burada oturmaq üçün gözəl bir söhbətgahdır. Bu da mərmərdir, daşdandır. Söhbətgahın yanında su hövzəsi, sobalar, hansı ki yemək pişirmək üçün, qazan yeməkləri pişirmək üçün sobalar. Burada isə manqal mövcuddur. Dəyərli izləyicilərimiz, bu da evin hasar görürsünüz. Maşallah, burada şam ağaclarının elə əkiblər ki, həyət heç yerdən görünmür. O burada həyətlər də demək olar ki, eləsində var böyüyüb ağaclar, belədir. Eləsində də var özünüz istədiyiniz kimi böyük ağac da əkə bilərsiniz və yaxud da birazdan onsuz da böyüyəcək. Bir də evin daxilini. Evin içərisinə daxil oldum. Çox gözəl təmir ediblər, maşallah. Bütöv olaraq düz axıra qədər dolab divarın içərisində. Divar kağızlarından istifadə olunub bəzi yerlərdə. Bir daha söyləyirəm, çox zövqlü və yəqin ki, bu kimsə dizayna uyğun olaraq təmir edir. Kim istəsə şirkət özü də təmir edib təhvil verə bilər. Keçirik sol tərəfə, mətbəxdir. Mətbəx otağıdır. Mətbəx mebeli burada yığılıb. Tam olaraq buranın mətbəx kimi düşünürlər də. Burada hər bir şey var. Bütün sobalar falan, soyuducu var, hamısı. Bir dənə burada ada var. Bir dənə də tam mərkəzdə ada var. Hansı ki, bunu istirahət otağı ilə mətbəxə ayırmaq üçün eləyiblər. Çox da qəşəng düşünülüb. Burada da istirahət üçün belə bir twist. Maşallah, mebelin rənginə bax. Televizor falan hər bir şeydə mövcuddur. İndi isə sizə qonaq otağını təqdim edeyim. Qonaq otağı yenə orada dediyim kimi 2 hissəyə bölünüb. Burada masa, dairəvi bir masadır, işıqlandırma falan hamısı
superdir. Burada barını, stoyka dillərdə belə bir yer. Bar stolu, mebel, sonra divan, kreslo falan, tablolar, twistenddən istifadə olunmayıb, gözəl bir dolab qoyulub, televizor və burada kamen yığılıb. Kamenin üstü də, hər tərəfi də mərmər daşlardan istifadə olunaraq təmir olunur. Bu isə təmirli villadır. Bu şəhərcidə olan təmirli villa. İkinci mərtəbə aşağı hamısı hazırdır. Çox uzatmaq istəmirəm. İnşallah kimə maraqlı olsa gəlib baxa bilər. Burada birinci mərtəbənin ümumi sanitar qovşağı. Burada bir yataq otağı eləməyiblər, ayırıblar. Çünki orada mətbəxə veriblər. Onun üçün kimsə istəsə o birisi villalarda özü üçün birinci mərtəbədə yataq otağı da edə bilər. Təşəkkür edirəm sizə bizi izlədiyi üçün. Bizi izləməyə davam edin. Abunə olmağı, paylaşmağı, bəyənməyi unutmayın. Sizi mən bu şəhərcikdə gözləyirəm.